Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Ermənistanın baş naziri Nikol Paşinyanın korteji Sünik bölgəsindən İrəvana qayıdarkən yol qəzası baş verib. Hadisə Armaş kəndi ərazisində qeydə alınıb. Bildirilir ki, qəza zamanı vətəndaş Yuri Şahnazaryan'a məxsus avtomobil zərər çəkib. Konkret Azın Musavat Coma istinadən məlumatına görə, Paşinyan özü İrəvana helikopterlə qayıdıb. Lakin onu müşayiət edən avtomobil korteji ehtimal ki, yüksək sürətlə hərəkət edib və bu qəzanın baş verməsinə səbəb olub. Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət edildikdə, qurumdan bildirilib ki, qəza iştirakçısı olan patrul avtomobilinin baş nazirin korteji ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, hadisənin şahidləri həmin vaxt ərazidən Paşinyanın kortejinin keçdiyini təsdiqləyiblər. Nazirlik əlavə araşdırma aparıldığını və yaxın zamanda rəsmi açıqlama veriləcəyini bildirib. Qəza ilə bağlı yeni təfərrüatlar da ortaya çıxıb. Baş nazirin mətbuat katibi yayılan məlumatları təksib etsə də, Armaş kənd sakinlərindən biri yerli mətbuata bildirib ki, Paşinyanın korteji keçərkən hərəkət müvəqqəti dayandırılıb. Kortej keçdikdən dərhal sonra avtomobillər arasında toqquşma baş verib.